Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Sabunçu rayonu Zabrat bir qəsəbəsində bir məhəllənin içində 3 dənə yanbayan həyət evləri satışa çıxıb. Evlərin hər birinin ayrı-ayrılıqda videosunu çəkib sizin üçün paylaşım edəcəm. Kanalıma abunə olmağı unutmayın ki, evləri paylaşdığım zaman bildiriş ilk öncə sizin telefonunuza gəlsin. Evin yerləşmə yeri Zabratda 118 nömrəli marşrut yolundan cəmi 100 metr məsafədə yerləşir və onu da qeyd edim ki, sənədləri hər birinin, həm evin, həm də torpağın kupçasıdır. Evimiz ümumilikdə 2 sot yarım torpaq sahəsində yerdən 11-12 daş kürsüdə tikilib. 4 otaq, 130 kvadrat evimizin ümumi sahəsidir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri qoyulub. Və onu da qeyd edim ki, evin heç bir zabora bitişiyi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Ön hissəsi də balkon kimi saxlanılıb. Evin mətbəx hissəsindən birbaşa balkonuna çıxış etmək mümkündür. Həyətimiz tamet daşlarından döşənilib, əlavə boş torpaq sahəsi də saxlanılıb. Həyətinə də bir neçə maşın rahat şəkildə daxil ola bilər. Evin padvanına 2 yerdən giriş qoyulub, rahat şəkildə əyilmədən padvanın alt hissəsinə daxil olmaq olur. Otaqların hər birinin də altına keçid var. Yavaş-yavaş daxil olaq, evimizin içi ilə də sizi tanış edim. Çardağa girişi də görürsünüz, qapısının üzərindən yerləşdirilir. Evin yerləşdiyi ərazidə demək olar ki, boş torpaq yoxdur. Bu ərazidə hamısı yaşayışlı evlərdir. İndi isə keçək evimizin içinə. Evin tikintisi zamanı yüksək və keyfiyyətli materiallardan istifadə olunub. Altı beton, üstü kəmər, dörd bir tərəfi də qoşadaşdan tikilib. Evdə kombi sistemi çəkilib. Koridor sistemli evdir. Dəhlizə daxil olduqda sağda gəlir evimizin mətbəxi. Pəncərələri yerdən olan şəbəkə pəncərədir. Polları laminatdır. Ev yenicə təmirdən çıxıb, evdə yaşayış olunmuyor. Sanitar qovşağın aksesuarları hər biri qoyulub, duş kabinasına qədər evin içində hamısı yığılıb. Bir daha qeyd etmək istəyirəm ki, sənədimiz həm evin, həm torpağın kupçasıdır. Evin qiyməti isə 130 min manatdan satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa, qiymətində endirim olacaq evin sahibi tərəfindən. Allah həm alana, həm də satan müştərimizə xeyirlisi nədirsə onu qismət eləsin inşallah. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Baxdığınız videolar haqqında da öz rəylərinizi bildirin. Bu da evimizin yataq otaqları. Hər bir otağın geniş pəncərəsi. Bu da ən sonuncu yataq otağı. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.